Bunlar şey deyir də, qəfildən birdən biliblər ki, Ramiz Mehdiyevin milyonları var, milyardları var. 30 ildir bilmirsiniz. Bu deçki söhbətdir də, indi bunlar ayılıblar ki, Ramiz Mehdiyev, hamı Ramiz Mehdiyevi baltalayır. Mənim şeyim yoxdur, isti soğuğum yoxdur Ramiz Mehdiyevlə. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, devlet strukturasına, işe düzelmək üçün Ramiz Mehdiyevin bığının altından keçməsinin mümkün deyildi. Kim deyirsə onsuz girmişəm, yalan deyir gözünün içinəcən. Ramiz Mehdiyevlə şey yoxdur bu, Bəylər Eyyubov. O Hacıbala Abutalovu işe getirməsini yuxarıda oturanlar bilirdi hamısı. Bəli, bax, bəylərlə Ramiz Mehdiyev pəncərədən gördülər. Gördülər ki, prezident aparatının qabağında qışqırır şey. Ne dedi ona? Hacıbala Abutalovu. Heydər, ay Heydər. Adam kişi olar, mənə demişdin vəzifəyə gələndə mənə vəzifə verəcəksən. Adam kişi olar, qışqırır, miting eləyir tek başına. Allah polisləri göndərdilər, çağır gəlsin bura. Gəldi, abalam, nə olub? Deyir, yadındadır, belə, sənin yadındadır, mən Naxçıvana Heydər gələndə pulu zadı yox idi. Mən ona produktla buradan gedirdim, Bakıdan Naxçıvana produkt aparırdım o üçün. O da mənə söz vermişdi ki, iş versinlər. Mən isə xəstə adamam, dəlixanada yatıb da o yazıq. Üç ölkənin üçünün də dəlixanasında yatıb, öz dediklərini Şizofrenikdir, şizofrenik. Rauf da qayıdır efirində deyir ki, onun 4200 mənzili milliləşdi. Bu qəhbənin balası öz efirində deyir. Necə yana 4200 şizofrenik Elman da deyir. Görürsünüz, Hacıbala Abutalovu xəstə olub. Mer qoyublar onu. 4200 mənzil olub. Bilirsiniz niyə? O indi dünənləri ki, külək oldu 2 gün 3 gün qabaq. Nərmanovdaydı, Nəsimi rayonunda binanın böyrü uçdu ha. Korrupsiya, rüşvətdir. Hamısı Hacıbala kimi gicdillaqlara 2 dənə, 3 dənə ev buna. 2 dənə, 3 dənə Ramiz Mehdiyevə, 2 dənə, 3 dənə, nə bilim, Nehrəmli Süleyman İsmailova ki, bizdən şikayət olsa, məktub ora çatdırma. Hamısı rüşvətini verir, evi də necə tikməlidir? Mən deyirəm, zərzələ bir balaca zərzələ olsa, Allah'ın olsun, damla daşı kimi o binalar uçacaq. Külək əsəndə binanın böyrü getdi. Bunu hamı görüb yəqin ki. Ona görə də Hacıbala Abutalovun hansı ki şizofrenik gicdillağı olub, 4200 mənzilini Rauf deyir ki, əlindən aldılar. 4 milyard 200 milyon pul eləyir, bunu Rauf hesablayıb canlı yayında. Ha, 4 milyard 200 milyon pulunu əlindən alınan bir gicdillağı bugün villasında yaşayır. Niyə həbs olunmayıb ki? Buyur. Dəlidir da. Kağızı var kişinin. Bu Ramiz Mehdiyevin kabinetinə girəndə prezident aparatında Ramiz Mehdiyev bəylər oturublar stolun yuxarı tərəfdə. Bu da elə ki ortada olub da. Bu deyir ki, mən deyir götüm iğnədən deşik diye, o da götümə iğnə vurublar ki, götüm yarada otura bilmirəm mən. Deyib, daha o boyda yox da, bəylər deyib, daha o boyda yox da, basıb bağlama. İnanmırsınız? Çək şalvarı götün görsət bunlara. Ramiz deyir, bunu vəzifə verin geçsin. Bunu doğrudan da başı qərəbdir. Suraxanı rayonuna deyəsən Sabunçuya şey koymuşlar onu. Sabunçu rayonuna icra başçısı koymuşlar, sonra kaldırdılar. Yani belə adam lazımdı da, ölkədə bir dənə kişi var desin. Belə adam lazımdı. Ona göre de bu kimdir? Vahabi sistemin kim getirdi Bakıya? Bu Hacıbala'nın oğlu. Razdeli Vlastoy, böl ve hakim ol. Niye Allah şükürə sual verirlər ki, şiyyələri Bakıda sıxırlar? Deyir, yox, burada onun yeri deyir. Ayrı vaxt gələrsən, o sualın cavabını verirəm. Niyə yeridir? Sıxırlar, dinə şiyyələri sıxmırlar. Şiyyə deyirsən, ay imansız. İmansız yox, ne de onun adı? Vicdanın ne olduğunu bilməyən. Deyir, 37 ildir mən Allah şükürəm, mən vicdanın ne olduğunu hələ indiyəcəm bilmirəm. Bunlar bilmir də, vicdanın ne olduğunu bilmirlər. Dini koymuşam eqrağa, din yoxdur. Azərbaycanda din yoxdur. Din, əxlaq ancaq kasıb adamlardadır, onu da yığışdırırlar. Onu da bu əxlaqsızlıqla cemaat baxır ki, doğrudan da Qanunda erməni